Space TV-nin Xəbərlər Departamentinin təqdim etdiyi xüsusi buraxılışla qarşınızdayıq. Bugün günümüz bu xəbərlə əhatələndi. İran, Naxçıvan Muxtar Respublikasını dron hücumu ilə öz sifətini göstərdi, öz çirkin niyyətini göstərdi və dövlət səviyyəsində, ölkə başçısı səviyyəsində buna reaksiya da verildi. Bu haqda danışacağıq. Bir sözlə, bu dəqiqə hal-hazırda hər kəsi düşündürən bir sual var. İran nəyə görə Naxçıvana dron hücumu etdi? Bax, bu sualla müzakirəmizə başlayacağıq. Öncə qeyd edeyim ki, studiyamızın qonaqları millət vəkili Ceyhun Məmmədov və hərbi ekspert Ədalət Verdiyevdir. Xoş gördük, xoş gəlmişsiniz. Elə bu sualla başlayaq. Nəyə görə İran Azərbaycana, Naxçıvan Muxtar Respublikasına, Naxçıvana dron hücumu etdi? Səbəb nə idi? Bu hücumun əsas səbəbi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında olan yeganə əlaqə infrastrukturunu sıradan çıxarmaq idi. Belə bir hücumlar 1-ci Qarabağ müharibəsi zamanında son dəfə olmuşdu. Ermənistan analoji addımlar ataraq Naxçıvan hava limanı istiqamətində zərbələr endirmişdi. Amma bu əlaqəni kəsmək onlara müəssər olmamışdı. Amma bu dəfə görünür ki, hər bir cəbhənin hər bir segmentində böyük məğlubiyyətlərə məruz qalan, beynəlxalq ictimaiyyət tərəfindən artıq günbəgün tərəfdarlarını hətta belə öz rəqib və düşməninə çevirən İran son günlərini yaşayan Molla rejiminin əli ilə və Sepahın vasitəsilə Azərbaycanı cəzalandırmaq niyyətindədirlər. Bu zərbə ikinci bir məqsədi də var. O da Azərbaycanın apardığı müstəqil siyasət, Azərbaycanın öz müttəfiqləri ilə etibarlı və hər kəsin belə deyək, inandığı, hər kəs tərəfindən qəbul edilən bir tərəfdaşlığını İran tərəfi həzm eləyə bilmirdi. Bizim İsraillə olan əməkdaşlığımız, onlar sanki Azərbaycan İsrailə neft satırmış. Belə bir şey yoxdur. Azərbaycandan İsrailə heç bir nə dəniz yolu yoxdur tankerlə gedər, nə də neft xətti yoxdur. Azərbaycan öz neftini beynəlxalq treyderlərə Türkiyə vasitəsilə satır. Bunun heç kimə aidiyyəti də yoxdur. Azərbaycan dünyada yeganə ölkə oldu ki, Xamneyinin dəfni ilə bağlı İran tərəfinə başsağlığı verdi. İran tərəfi bir tərəfdən bizdən xahişlər eləyir, gücü çatmayan işlərdə bizim dəstəyimizi arxalanmaq istəyir. Eləcə də bu İran-ABŞ müharibəsi başlamadan ard-arda nazirlər gəlirdilər bura. Niyə gəlirdilər ki? Azərbaycanı inandırmağa çalışırdılar ki, biz bu məsələni diplomatik yolla həll edə bilərik, heç olmasa siz də bizə dəstək verin. Gah da hərbi sahədə Ermənistana nə qədər silah verdilər müharibə vaxtı, Ermənistan ərazisinə tirlərlə yanacaq göndərdilər. Bunu görmürlər. Amma olmayan boru xəttini başı Tbilisi-Ceyhan, hansı ki, İsrailə aidiyyəti yoxdur. Bu Türkiyə, Gürcüstan, Azərbaycan arasında olan xəttdir. Bunu necə sən əlaqələndirə bilir? Və qeyd edək ki, bu Bakı-Tbilisi-Ceyhanın vurulmaq ehtimalı, hədəf alınmaq ehtimalı fikrini irəli sürən ABŞ ordusunun istefada olan polkovniki, siyasi hərbi şərhçi Douglas MacGregordur. O deyir ki, İran indi yaxın şərqdə neft infrastrukturunu hədəfə alır. Ərəb ölkələrində biz bunu görürük, günlərdə artıq izləyirik xəbərlərdən. Dronlar Gürcüstan ərazisində Bakı-Tbilisi-Ceyhan boru kəmərinə də hücum edib. Bununla bağlı bir iddia var. Qeyd edildiyimiz kimi ABŞ ordusunun istefada olan polkovniki və siyasi şərhçisi tərəfindən. Bu əslində istərdim belə davam edək ki, hüquq və prinsiplərin pozulmasıdır. Terror aktıdır bir mənalı olaraq. Cənab Prezident də bugün Təhlükəsizlik Şurasının iclasında dəfələrlə bunu qeyd elədi. Cəsarətli və qətiyyətli çıxışı ilə bir daha dünyaya örnək oldu və İranın bu kimi çirkin niyyətlərinin birinci hal olmadığını qeyd elədi. İstərdim beynəlxalq hüquq buna hansı şərhi verəcək? Belə davam edək. Demək, əslində siz maraqlı bir sual verdiniz ki, İran nəyə nail olmaq istəyir? Əslində, beynəlxalq hüquq aspektindən də baxanda bu bir təcavüz, terror aktıdır və söhbət ondan gedir ki, Azərbaycanın mülki hava limanı hədəfə alınıbdır
Və İran təkcə Azərbaycana qarşı yox, bunu bildiyiniz kimi bir sıra körfəz ölkələrinə qarşı da atıbdır. Və İran bir tərəfdən açıqlama verir. Biraz bundan əvvəl mən baxdım, onların xəbər saytları, rəsmi saytları da iddia edirlər ki, biz hamı ilə dostluq, qonşuluq münasibətini qorumaq istəyirik. Amma reallığa gələndə isə fərqli bir mənzərəni görürük. Demək olar ki, bütün körfəz ölkələrinə hücumlar edilib. Dünən Türkiyə bir İranın raketini zərərsizləşdirdi. Bugün isə artıq Azərbaycana qarşı belə bir addım atıldı və bu qeyd etdiyimiz kimi bir mənalı olaraq cinayətdir. Və Azərbaycan tərəfi bununla bağlı çox sərt öz mövqeyini ortaya qoydu. Diplomatik müstəvidə Azərbaycan öz addımlarını atır və eyni zamanda Cənab Prezident bugün müşavirədə də bu məsələyə çox qəti və prinsipial bir formada toxundu və Azərbaycanın mövqeyi də çox sərt bir mövqeyi idi ki, əgər bu davam edərsə, Azərbaycan buna cavab verəcək. Baxın, əslində biz ilk dəfə deyil, İran rejiminin belə bir addım attığını görürük. Vətən müharibəsindən əvvəlki dövrdə İranın belə bir addımları var idi. Ancaq sonraki dövrdə Azərbaycan İranla münasibətlərini qorudu və Cənab Prezident hələ müharibə başlamamışdan əvvəl İran prezidenti ilə danışmışdı. Sonraki dövrdə burada qeyd olunduğu kimi yeganə ölkə rəhbəridir ki, ali dini liderin qətlə yetirilməsi ilə bağlı məsələyə münasibət bildirdi, səfirliyə getdi. Belə bir başqa nümunə yoxdur. Bəli. Baxmayaraq ki, bugün İrana qarşı bütün dünya birləşdiyi halda Azərbaycan bu mövqeyi ortaya qoydu. Niyə? Dostluq prinsiplərinə görə, qonşuluq prinsiplərinə görə və Cənab Prezident başqa bir məsələni də dedi. Livanda olan İranlıların çıxarılması ilə bağlı. Bəli. Ardınca isə biz nəyi gördük? Bugünkü bu xain, namərd bir hücumu Azərbaycan ərazisinə qarşı. Yəni, burada bilirsiniz, davamlı olaraq Azərbaycana qarşı belə fikirlər səsləndirirdilər ki, güya burada hansısa hərbi baza var, hansısa bir əməkdaşlıq var. Azərbaycan bunu dəfələrlə bəyan edib. Nümunə varsa təqdim edə bilərlər. Bunun heç bir nümunəsi yoxdur. Amma İran bununla da özü-özünə bir quyu qazmış olur. Türkiyə dünən sərt bəyanat verdi. Ərəb ölkələri artıq sərt mövqe bildirdilər və Azərbaycanda əslində isə bir neçə ölkə ilə İranın normal münasibəti var idi. Azərbaycan, Türkiyə, bəli, yəni tamam bu müharibənin olmamasını istəyirdi. Amma İran artıq bizə qarşı da bunu etdi və bu addımdan sonra təbii ki, bugünkü Cənab Prezidentin biz açıq aydın gördük ki, çox qəzəbli idi, çox sərt bir mövqeyi ortaya qoydu. Çünki bu heç bir izahı olmayan bir məsələdir və xüsusilə də Naxçıvanın hədəfə alınması, məktəbin hədəfə alınması, hava limanının hədəfə alınması bu açıq aydın terror aktıdır və təbii ki, buna da Azərbaycan öz mövqeyini müxtəlif istiqamətlərdə həm diplomatik kanallar vasitəsilə, eyni zamanda bilirsiniz ki, bugün Xarici İşlər Nazirlərinin arasında danışıq oldu və Azərbaycanın bir ortada mövqeyi var və İran davam edərsə bunun da çox sərt cavabını Azərbaycan tərəfindən alacaq. Bəli. Ceyhun müəllim çox maraqlı bir məsələyə toxundu. İran tərəfi iddia eləyir ki, fərz eləyir ki, Azərbaycanda hər hansı bir hərbi baza var, amma bu hərbi baza Amerika Birləşmiş Ştatlarının hərbi bazası və Avropa İttifaqının hərbi bazası Ermənistanda yerləşir. Bəs nəyə görə onda hədəf Azərbaycandır? Deməli, burada bir qonşu dövlətləri də bu müharibəyə cəlb etmə niyyəti dayanır. Miqyası genişləndirmək, müharibənin arealını artırmaq niyyəti daşıyır. İstərdim bu haqda danışaq və eyni zamanda İran özü bir neçə gündür ki, Əfqanistandan olan bir görüntüləri yayır, hansı ki, uşaqları dəfn edirlər və filan. Onu iddia eləyir ki, güya bura İrandır, amma əslində o Əfqanistanda olmuş bir hadisədir. Bu artıq fake newsdur. Bunu dəfələrlə artıq beynəlxalq mətbu orqanlar da yayımlayıblar, amma özü bugün Naxçıvanda məktəb ərazisinə dron atmaqla, hansı ki, dərs saatı vaxtı, uşaqlar məktəbdə olan vaxtı, dərs gedən vaxtı dron atmaqla özünün uşaq qatili olduğunu, İranın uşaq qatili olduğunu sübut eləmiş olur. İnsan da, ailə də, cəmiyyət də, dövlət də ya qeyrətli, namuslu, şərəfli olur, ya da qeyrətsiz, şərəfsiz, namussuz olur. Yəni, burada
bizim deyə biləcəyimiz başqa bir şey yoxdur. Yarımçıq şərəf olmur, yarımçıq namus olmur. İran rejimi, Molla rejimi isə bugün bir daha göstərdi ki, Avropa İttifaqı haqlı olaraq İran silahlı qüvvələrini terror təşkilatı elan edib. Bütün bunlara baxmayaraq İran öz fəaliyyətlərini yenə də eyni istiqamətdə davam edir. Dəqiq bilirik, bunun belə deyək, maksimum bir ay ərzində İran dizini yerə qoyub bütün o ölkələrdən üzr istəyəcək, atəş açdığı ölkələrdən, bunun başqa yox. Ya öləcəklər, peyin olub, gübrə olub, dağılacaqlar biokütlə olaraq təbiətin qoynuna, ya da bu məsələlərə görə üzr istəyəcəklər. Bizə qarşı daha əvvəl də silah çevirənlər vardı. Ruben Vardanyan vardı, terroru dəstəkləyən, maliyyələşdirən. Aray Kartunyan vardı, Vako Sakyan vardı, Arkadi Qukasyan vardı və s. saymayaq. Onların sayı 20 nəfərə yaxın idi. Onların əksəriyyəti bugün 15 il və ömürlüyə qədər müxtəlif müddətlərdə həbs cəzalarını Azərbaycan həbsxanalarında çəkirlər. Sepah düşünməsin ki, bugün düyməyə bassa Azərbaycana zərbə indirdi. Həmin o zərbələrin cavabını biz aidiyyəti üzrə müxtəlif üsullarla soruşacağıq. Bugün Azərbaycan silahlı qüvvələri tamamilə döyüşə hazır vəziyyətdədir. Bir saylı döyüşə hazırlıq vəziyyətini cənab prezident elan elədi. Bu o deməkdir ki, yalnız və yalnız bir əmr lazımdır. Eynən. Qisasla bağlı. Bəli. İkinci bir məsələ, qaldı qalan güc strukturlarımız, xüsusi təyinatlarımız, onlar nəyə qadirdir? Bunu biz dəfələrlə döyüşlərdə göstərmişik. Biz klip çəkməmişik. Biz 21-ci əsrdə tək qələbə əldə edən Azərbaycanıq. Bizimlə, belə deyək, başqa ölkələr dəyişik salmasınlar. Eynən. Bizim dostluğumuz da məhdcəsinədir, qisasımızca. Amma qisası döyüş meydanında alacağıq. Buna kimsənin şübhəsi olmasın. Və cənab prezident bugünkü Təhlükəsizlik Şurasının iclasında qeyd elədi ki, bizim gücümüzü sınamasınlar və prezident sərt formada xəbərdarlıq etdi. Dedi, illərdir bizim gücümüzü sınamaq istədilər, bizim səbrimizi sınamaq istədilər. Amma nəticədə nə oldu? Məğlub oldular və Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, konstitusiyon suverenliyini təmin etdi. İstərdim prezidentin o dəyərli, cəsarətli, qətiyyətli fikirlərini bir daha izləyək. Onların bu törətdiyi terror aktı bütün başqa çirkin amillərlə yanaşı böyük nankörlük nümunəsidir. Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici İşlər Naziri mənim göstərişimlə, həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq nankörlər kimi aparmaq heç kimə şərəf gətirmir. Və bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlər onların başı yarıldı dəmir yumruq vasitəsilə. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı. Etiraz notası veriləcək. Digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi. Bəli, biz cənab prezidentin qətiyyətini və açıq formada cəsarətini dünyanın gözü önündə İrana elə əsl yerini göstərməsini izlədik və biz bir də nəyi müşahidə edirik? Dünya ölkələri Azərbaycanın tərəfindədirlər. Cənab Ərdoğan bugün bir neçə saat əvvəl cənab prezidentə zəng vurdu şəxsən. Eyni zamanda Özbəkistan prezidenti, Səudiyyə Ərəbistan lideri, Qətər, İsrail, Ukrayna, Böyük Britaniya, İordaniya, Küveyt, Gürcüstan, Latviya, İordaniya, Fransa, Qazaxıstan və eyni zamanda
diqqət çəkən bir məqam var. İslam Əməkdaşlıq Təşkilatının üzvləri, eyni zamanda QÜAM-a üzv olan ölkələr, eyni zamanda Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr hər biri Azərbaycanın yanındadılar. Azərbaycana dəstək verirlər. Qoşulmama hərəkatının üzvləri eyni zamanda. Bütün bunlar onu göstərir ki, İran regiona, dünyaya bir xora kimi, bir yara kimi yapışıb. Daha doğrusu İran yox, İranın o molla rejimi və bundan dünya tez bir zamanda xilas olmalıdır. Xilas ola biləcəkmi Cihanlar? Düşünürəm ki, bu addımları ilə bəli. Yəni mən biraz bundan əvvəl qeyd etdim. Onsuz da İranın dünyada imici bərbad idi. Yəni İrana qarşı bir dünyada tamamilə fərqli bir münasibət var idi. Dövlətlərin əksəriyyətinin İrana münasibəti bir mənalı deyildi. Ancaq cənab prezidentin qeyd etdiyi kimi Azərbaycan münasibəti qorumaq istəyirdi. Tutaq ki, gəlin bir yaxın coğrafiyaya baxanda Azərbaycanla son vaxtlar İranın əlaqələri yaxşı idi. Seçilmiş prezident səviyyəsində. Bir neçə orada yox. Niyə? Bir neçə gün bundan əvvəl yəni İranın Nəqliyyat naziri gəlmişdi bura. Bildim, o cənab prezident təyin olunub prezident tərəfindən. İndi cənab prezident səfirliyə getdi, başsağlığı verdi də İranın dini lideri ilə bağlı. Yəni Azərbaycanın bütövlükdə münasibəti, yəni İranla yaxşı idi, Türkiyə ilə yaxşıdır. Amma baxın, son bu günlərdə artıq hər iki dövlətin İranla münasibəti daha da kəskinləşdi. Və bu proses də ona doğru aparır ki, yəni Azərbaycan yaxın qonşudur, Türkiyə yaxın qonşudur və biz yaxın tarixə baxanda həm Türkiyə, həm Azərbaycan ciddi cəhdlə çalışırdı ki, regionda müharibə baş verməsin və İran bu müharibədən əziyyət çəkməsin. Hətta Azərbaycanın fikri var idi ki, İrana humanitar yardımı belə göstərsin. Amma bu hadisələrdən sonra artıq yəni Səudiyyanın özü də açıq bir sərt bəyanat verdi, Qətər də verdi. Yəni nisbətən Körfəz ölkələrinin də İranın müəyyən bir əlaqələri vardı, bizlə, Türkiyə ilə vardı. Artıq bütün bu əlaqələrin üzərindən xətt çəkildi və İran tamamilə təklənibdir. Yəni və mən onu da qeyd etmək istəyirəm ki, bizim münasibətlərimiz bir müddət bundan əvvəl çox gərgin idi və bu münasibətlər düzəlmişdi. Və onda da günahkar İran idi. Amma yenidən İran bu qədər bu cəhdlərdən sonra yenidən münasibətlərin gərginləşməsini aparıb çıxartdı. Türkiyə ilə İranın əvvəl münasibətləri gərgin idi, son vaxtlar yaxşılaşmışdı. Amma artıq bu prosesdən sonra elə bir hadisələr baş verir ki, İranın bu əməllərinə heç kim bəraət qazandıra bilməz. Yəni burada açıq-aydın beynəlxalq hüquq pozulur, neft kəmərləri hədəfə alınır, hava limanları hədəfə alınır. Birləşmiş Ərəb Əmirliyində bunu etdilər, Azərbaycanda bunu etdilər və istisna olunmur ki, başqa ölkələrdə də buna cəhd etsinlər. Onlar fikirləşirlər ki, güya bu yolla özlərini müdafiə edirlər, güya bu yolla müharibənin daha tez bir zamanda yekunlaşmasına nail olacaqlar. Amma qeyd etdiyimiz kimi bu proses onsuz da təcrid olunmuş vəziyyətdə olan İranın daha da təcrid olunmasına, daha bir ağır duruma düşməsinə aparıb çıxarır. Tamamilə doğru qeyd edirsiniz və bir məsələ də diqqət çəkir ki, bu ABŞ, İsrail, İran qarşıdurması zamanı İran İslam ölkələrinə, müsəlman ölkələrinə raketlər atır və oradakı infrastrukturu dağıdır, insanları öldürür. Bu onu deməyə əsas verir ki, İran İslam bayrağına bükülmüş şeytan rolunu oynayır. İslamı bəhanə eləyərək, əlində bayraq tutaraq, amma əslində öz əməli İslama da yaddır, İslama da ziddir. Biz Azərbaycana olan hücumda da bunu bir daha görmüş olduq. Çünki bu birmənalı olaraq terror aktıdır və mənə maraqlı olan odur ki, cənab prezident Təhlükəsizlik Şurasının iclasında səfərbərliklə bağlı ciddi göstərişlər verdi, hazır olduğumuzu qeyd elədi. İstərdim bu haqda danışaq və həmin o kadrları da izləyək. Buyurun. Təbii ki, belə bir vəziyyət olduqda Azərbaycan müvafiq strukturlar tərəfindən tədbirlər görülməlidir. Bu, real bir təhdid dövrüdür. Çünki biz əvvəl təhdid olunurduq Sepah tərəfindən.
Bu gün isə terror aktına məruz qalmışıq. Burada hücumların sayı ilə, vurulan, vurulmayan hədəflərlə bağlı müəyyən məsələlər var, ona vaxt qalsa toxunarıq. Amma hər bir halda bir sayılı döyüş hazırlığı vəziyyətinə gətirilməsi, qoşunların səfərbər olunması, xüsusi təyinatların, sərhəd xidmətinin, Müdafiə Nazirliyinə aid olan strukturların artıq aidiyyəti cəmləşmə rayonlarına çıxarılması, real tədbirlər planının, bilirsiniz, o mərhələlərə uyğun addımlar var. Onlar ardıcıllıqla atılmalıdır. Bir sayılı döyüş hazırlığı vəziyyəti isə bu ən son pillədir. Bu o deməkdir ki, artıq tamamilə biz hazırlıq prosesini yekunlaşdırmışıq. Ordu hazır vəziyyətdə əmr gözləyir. Bu o deməkdir. Cənab Prezident də xalqımızı rahat etməkdir. Nə dedi? Hələlik bu qədər. Bəli. Yəni, elə davamı olacaq. Əks tərəfin biz reaksiyası. Bu bəyanatdan sonra məhz İran tərəfi etiraf elədi ki, bunu araşdırmaq lazımdır və s. Amma yenə də üzr istəməyiblər. Və boynundan atır. Əvvəlki bəyanatda boynundan atırdı. Sonra dedi ki, araşdırmaq lazımdır, bu münasibətləri qorumalıyıq və yumşaldıcı bir bəyanat oldu. Bu Cənab Prezidentin çıxışından sonra oldu, amma hesab eləmirəm ki, onun bu açıqlaması bizi qane eləyəcək. Biz necə ki, səfirliyimizə hücum edən şəxsi dar ağacına aparıb çıxardıq, həmin Azərbaycan ərazisinə atəşə əmr verən sepah rəhbərlərinin, düyməyə basan komandirlərin dar ağacından asılmağını məmnuniyyətlə gözləyirik, həm də qısa müddətdə. Yox, əgər bu olmayacaqsa, o zaman biz bilirik kimin necə qulağından yapışıb Bakı məhkəməsinə gətirək. Bu ilk dəfə deyil. Birinci Qarabağda mən o Kəlbəcər, Laçın tərəfdə döyüşlərdə iştirak eləmişəm. Baxın, ermənilər o zaman sürətlə geri çəkilirdilər. Bir əks hücum kampaniyası vardı, halqa əməliyyatı adlanan. Orada İrandan gələn dərman preparatları, ərzaqlar, geyim çantası deyirik də, o yataq dəsti. Nə bilim, o çanta, içinə əşya çantası. Keçdi bu tərəfə sursatların da bəziləri, kiçik çapsı sursatların İrandan gəldiyini mən canlı şahidiyəm, mən bu əskərlərin də görüb. Sərhəddimizə təlim keçirdilər antiterrordan az əvvəl. İran Ermənistandan PUA heyətlərini aparıb hazırlayırdı. 27 nəfərə yaxın təlimatçı göndərirdi Qarabağa, Ermənistana deyil, Qarabağa. Azərbaycan sərhədinə girən kimi hamısının şəxsiyyət vəsiqəsi, pasportun qeydiyyat, nə falan hamısını tapdıq, paylaşdıq ki, yəni biz kimin nə qələt elədiyini Bakıdan da görürük. Eynən. İndi Ermənistanın, bax, Xameynini və 48 nəfərini öldürən İsrail və ABŞ-dır. Ermənistan ərazisində ABŞ-ın mini də olsa, kiçik də olsa bir bazası var. Səfirliyi ən böyüdür. Böyük bir səfirliyi var. Amma bir bazası var və həmin ərazidə eyni Qətərdə Əl-Udeyd bazasında olduğu kimi böyük bir radiolokasiya stansiyası var ki, o İran ərazisindən uçan, qaçan nə varsa hamısını izləyir, görür. Bəli. Əgər sən həqiqətən də ABŞ-la mübarizə aparmaq istəyirsənsə, sən anti-İslam Respublikası deyilsənsə, ABŞ-ın gəmisi 2 aydır dayanıb Hörmüz boğazından biraz aralıda. Niyə vurmursan ki? Vur. Əgər ABŞ-ı vuracaqsansa, ABŞ-la hesabı uçurur. Azərbaycan az sayılı ölkələrdən idi. Türkiyə, Azərbaycan, Oman bu münaqişədə, müharibədə neytral bir mövqe tuturdu və İranın maraqlarına zidd heç bir addım atmırdı. Amma indi nə əldə elədilər? Azərbaycanı düşmən elədilərmi? Türkiyəni düşmən elədilər. Azərbaycan Türkiyə düşmən olmasa, Türk Dövlətlər Təşkilatı, Şuşa bəyannaməsi, Bakı bəyannaməsi də əlavə eləyək ora. Bu belə getdi. Qoşulmama hərəkatında 120 ölkə var ki, Azərbaycan bir dəfə orada məsələ qaldırsa, hamı İranın əleyhinə səs verəcək. Aydın. Bundan sonra Avropanın yarısı Azərbaycanla tərəfdaş. ABŞ, İsrail tərəfdaş. Onsuz da hamı ilə düşmən idi. Omanın nə günahı var? Oman danışıqlarda çalışırdı ki, ABŞ-ı bir qədər yumşatsın. Eyni şey Türkiyə elədi. Ev sahibliyi. Yoxsa bir ay qabaq Türkiyə vurulacaqdı sülh təklif elədi, sülh planı təklif etdi. Bəli. Omanı niyə vurursan ki? Oman nə edib sənə? Hə, Birləşmiş Ərəb Əmirliklərlə problemim var, bilirəm orada 3 dənə adalar var onun üzərində. Digər körfəz ölkələr. Yalnız müsəlmanla savaşır da bu adam.
İşin var, problemin var, get sən də eyni gecə gündüz bəyanat video çəkirsiniz. O video klipə çəkdiyiniz mənasız xərcləri gedin, ağlınıza çəkin, psixoloqa xərcləyin. Belə İslam dövləti olmur. Eynən. İslama İran dünyada elə bir vəziyyətə gətirdi ki, artıq insanlar dindən diksinir. Bəli. Çünki dinin daşıyıcısı hesab olunan şəxslər arasında İranda biz şeytan qüvvələr görürük. Tamamilə doğrudur. Azərbaycanlı vətəndaş vardı sizin rayonda da, Zəngilanda da. İşğal olunanda elə ev vardı ki, çay süzülüb hələ buxar qalxırdı çaydan. Bax, həmin evi gəlirdilər, 100 dollara alırdılar, dam qarışıq söküb daşıyıb aparırdı. İran eləyirdi, İran maşınlar eləyirdi. Bəli. Bunun hamısı tarixdir və biz bilirik. Bəli. Amma bunu üzə vurmuruqsa, bu o demək deyil ki, bunu unutmuşuq. Xeyr, biz unutmamışıq. Sadəcə köhnə məsələləri qabardıb, münasibətləri korlamaq istəmirdi. Yox, əgər İran istəyirsə münasibəti korlamaq, o zaman cavabını alacaq, artıqlaması ilə alacaq. Ceyhun müəllim, İrandakı o molla rejim həmin rejimdir ki, Zəngəzur dəhlizi bizim qırmızı xəttimizdir deyirdi. Amma Zəngəzur dəhlizi trip layihəsi olaraq həyata keçir və bu regionun inkişafı deməkdir. Bu istər Azərbaycan nöqteyi nəzərdən, istər digər ölkələr nöqteyi nəzərdən bu dünyanın logistik, tranziti, eyni zamanda iqtisadi rifahına xidmət edən bir layihədir. Amma İran bu layihəni qəbul eləmək istəmirdi, nə bilim, qırmızı xəttimiz deyirdi. Amma bugün İranın özü qırmızı zonadadır, qırmızı xəttdədir. Sanki tale İrana qırmızı kart göstərib və həmin o rejimi kənarlaşdırmaq istəyir. İstərdim başda danışaq. Baxın, əslində Azərbaycan İranla həm də nəqliyyat əlaqələrinin inkişafında maraqlı idi. Neynə? Bilirsiniz ki, Ağbənd, Kəlalə o istiqamətdə iki körpü və avtomobil yolu və bu istiqamətdə artıq işlər demək olar ki, yekunlaşmaq üzrədir. Amma bu bir daha onu göstərdi ki, İran tərəfi çox etibarsızdır. Biz onsuz da bunu bilirdik və onlar nankordular, cənab prezidentin qeyd etdiyi kimi və Azərbaycan haqlı olaraq Zəngəzur dəhlizinin açılması üçün bu qədər səyləri göstərir. Əslində bu addım da yenə də İran əleyhinə yönəldi ki, İranla əməkdaşlıq perspektivsizdir. Yəni baxın, indi bilirsiniz, biz deyirik zəif yer, Azərbaycanın belə götürəndə zəif yerlərindən biri Naxçıvandır. Nə mənada? Bizim quru yolumuz yoxdur. Ancaq təyyarə ilə və İran ərazisindən keçirdi. Və belə bir halda Naxçıvanın hədəfə alınması, məktəbin hədəfə alınması, hava limanının hədəfə alınması, yəni bu çox ciddi bir məsələdir. Yəni bayaq burada qeyd olundu, ona qalsa Amerikanın ən yaxın müttəfiqi Ermənistandır. Burada niyə vurmadın? Orada ən böyük səfirlik oradadır dünyada, bir neçə ölkədən biri. Orada Avropa İttifaqının o mülki missiyası var. Əgər sən Avropa iləndirsə işin, burada onları niyə vurmursan? Onlar orada hər işlə məşğuldular. Amma sən gəlib bizim hava limanımızı vurursan, məktəbimizi vurursan, o uşaqların o qışqırığı, həyəcan, bilirsiniz o kadrlara baxanda insan dəhşətə gəlir. Və o mənada İran həm də bu addımı ilə Zəngəzur dəhlizinin daha qısa vaxtda açılmasının zərurliyini bir daha ortaya qoydu və artıq bilirsiniz ki, bu barədə də müzakirələr gedir və bu ona aparıb çıxaracaq ki, İranın qırmızı xətt adlandırdığı bu Zəngəzur dəhlizi ən qısa vaxtda açılacaq, çünki bunun üçün işlər gedir və yenə də itirən İran özü olacaq. Çünki İranın bu qırmızı xətt dediyi Zəngəzurdan narahatlıq onda idi ki, əsas yüklər Azərbaycan ərazisindən daşınacaq. Və bu müharibədən sonra isə bu bir reallıq da olaraq bütün dünyada qəbul edəcək ki, Zəngəzur dəhlizi açılır və artıq İran özü bu imkanlardan da məhrum olur və yenə də mən ona gəlirəm ki, bu məsələdə də məsuliyyəti məhz İran özü daşıyır. Yəni biz faktiki olaraq bu nəqliyyat istiqamətində xeyli iş görmüşdük.
Bununla bitməyəcək. İranı Hörmüz boğazından da uzaqlaşdıracaqlar. İş gedir Artıq aslında. orada gəmi qalmayıb. 20-dən çox İranın gəmilərini, sualtı qayıqları və s. məhv edilir. Bu proses davam eləyəcək. İran bir təcrid olunmuş, alçaldılmış bir vəziyyətə salınacaq. Təbrizdə də Azərbaycanlı gənclər ayaqlanıb artıq. Eynən. Proses yəni Başlayır. bu zərbə ilə bitməz. Bəli, eynən. İran özünə çox böyük ziyan elədi və bunun da altını çəkəcək. Həm daxildən, həm xaricdən. Son olaraq Ədalət müəllim bir məsələyə aydınlıq gətirək ki, 4 dron hücumu olub. Onlardan biri zərərsizləşdirilib. İstərdim bu haqda son olaraq məlumat verəsiniz. Dünyada heç bir ölkəsində hava hücumundan müdafiə sistemləri kütləvi hücum vasitələrinin hücumunun qarşısını 100% ala bilmir. Hətta dünyanın ən bahalı sistemləri THAAD-dır, Patriot PAK-3 versiyasıdır. Onlar belə ala bilmir. Çünki diqqət etsəniz, həmin sistemlər bir çox ərəb ölkələrində var, Körfəz ölkələrində var. Amma görürsünüz, onlara da zaman-zaman birin vururlar, biri keçir. Niyə görə? Amma puaları aşkarlamaq daha çətindir. Niyə? Birinci, ölçüsü kiçikdir. Üçüncü, birbaşa görüntü sahəsi yoxdur. Naxçıvan relyefini bilənlər bilir. Orada dağlıq ərazilər var, düşüb dərənin içi ilə gələ bilir. Son anda görür onu operator. O operator da birini vurarkən o birisini vurmaya bilir. Yəni bu mümkündür. Bir adam hamıya çatdıra bilməz. Ona görə 4-ünü eyni vaxtda göndəriblər. Tək-tək gəlsə o problem yaranmazdı. Üçüncü bir məsələ yerin qorizont məsələsidir. Müəyyən məsafədən sonra, 25-30 kilometrdən sonra bəzi vasitələr qorizontu görmür. Çünki yer əyilir. O biraz uzun məsələdir, ona girməyək. Hər bir halda bu vasitələrin aşağı sürətli olması radarlarda onları tam həcmli bir vasitə kimi göstərmir. Baxın, dronlar Ukrayna ərazisinə nə qədər düşür? Gündə yüzlərlə. Amma hər bir halda vurulubsa, deməli ekipaj yerindədir, heyət yerindədir, döyüş hazırlığı var. Amma İranın kütləvi şəkildə o boşluğu tapıb, oradan o, belə deyək də, kütləviliyi o istiqamətdən tətbiq eləməsi bir daha onu göstərir ki, əvvəlcədən planlaşdırılmış, qətiyyən təsadüfi deyil, təsadüfi birdən olar. Dronda radioelektron mübarizə vasitəsi təsiri zonasına düşər, aşar gedər, başqa yerə düşər. Amma gəlib sırf aeroporta, baxın, bəlkə də Naxçıvan ərazisində 3 ən strateji obyektdən biridir. Və bu bilərəkdən edilmiş addım oldu. Əlbəttə bilərəkdəndir. Terror aktıdır və bunun da günahkarları mütləq cəzasını alacaq. Bəli. Təşəkkür edirəm Ədalət müəllim gəldiyiniz üçün birbaşa yayımıza. Təşəkkür edirəm Ceyhun müəllim gəldiyiniz üçün. Bir çox məqamlara aydınlıq gətirdik. Bu İranın Azərbaycana qarşı ilk belə terror aktı deyil. Biz 90-cı illərin əvvəllərində insanlarımız, soydaşlarımız qaçqın düşəndə onların evinin daşının, nə bilim, dam örtüyünün İran maşınları tərəfindən yağmalanmasını müşahidə eləmişik. Biz torpaqlarımız işğal altında olduğu dönəmdə o ərazilərin narkotrafik üçün istifadə olunduğunu görmüşük İran tərəfindən. Biz İranda yaşayan çox milyonlu soydaşlarımızın öz dillərində məktəbin olmadığını görmüşük uzun illər. Bunun özü də mənəvi və ləyaqət terrorudur, insanlığa atılan terrordur. Biz səfirliyimizə qarşı İrandan terror aktı gördük və təbii ki, layiqli addımlar atıldı və həmin şəxs cəzalandırıldı. Amma biz İrandan vaxtı ilə 90-cı illərdə ümummilli lider Ulu Öndər layiqli cavabını verdi həmin o şəxsin. Xəzərə Mazandaran gölü deyənləri də eşitmişik. Bunun özü coğrafi terror deyilmi? Bir sözlə, biz İrandan Azərbaycana qarşı bir neçə dəfə və çox şaxəli terror aktlarının şahidi olmuşuq. Elə Cənab Prezident də bugün Təhlükəsizlik Şurasının iclasında bu mövzuya toxundu. Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları keçirir. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət bundan əvvəl Tehrandakı Azərbaycan səfirliyi terror aktına məruz qalmışdır. Səfirliyə hücum çəkmiş İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış şəxs Azərbaycan vətəndaşlarına qarşı qanlı terror aktı törədib. Bunun nəticəsində bir vətəndaş həlak olub, bir vətəndaş isə ağır yaralanıb və onu da bildirməliyəm ki, Azərbaycanın xüsusi xidmət orqanlarının nümayəndəsi Əliyalın o avtomat Kalaşnikovla silahlanmış və Molotov kokteyllə və balta ilə silahlanmış terrorçunu zərərsizləşdirib.
O vaxt da bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir. Çünki bu terror aktı həm səfirliyin içində, həm səfirliyin ətrafında hardasa 40 dəqiqəyə qədər davam edirdi. Və bu 40 dəqiqə ərzində bir dənə də olsun nə təhlükəsizlik, nə polis nümayəndəsi səfirliyə yaxınlaşmıyor. Aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı öz çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir. O vaxt bildiyiniz kimi Azərbaycan çox sərt reaksiya vermişdi bu hadisəyə. Azərbaycan səfirliyi İrandan təxliyə edilmişdir. Bütün diplomatik əlaqələr dayandırılmışdır və İran tərəfi məcbur olub bizdən üzr istəməyə, öz günahını etiraf etməyə və bizim təkidimizlə o terror aktını törədənə ən ağır cəzada verilmişdir. Və hətta uzun müddət bu cəzanı həyata keçirməyə maraq göstərməyən, hətta cinayətkarı xilas etməyə çalışan İran dövləti məcbur olub və terrorçu edam edilmişdir Azərbaycan nümayəndələrinin gözü qarşısında.